Bu yeni reallıqlar məhz Fransa ilə münasibətlərdə, Bəhruz müəllim sözü çevirmək istəyirəm, nədən ibarətdir? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, Azərbaycan bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə fəaliyyət göstərməyi özünün 6 konstitusiyon niyyətindən biri kimi müəyyən edib. Həmçinin konstitusiyamızın 10-cu maddəsində biz ifadə etmişik ki, bütün dünya dövlətləri ilə beynəlxalq hüququn ümumtanınmış prinsipləri ilə, ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında münasibətlərimiz quraq. O cümlədən də biz müstəqilliyin ilk dövrlərindən, mən müstəqillik, real müstəqillik dedikdə Ulu Öndər hakimiyyətdə gəldikdən sonraki dövrü nəzərdə tuturam. Biz bütün dünya dövlətləri ilə, o cümlədən Fransa ilə bu prinsiplər əsasında münasibətimizi qurmaq üçün çoxsaylı səylər göstərmişik. O cümlədən də Fransa ilə ötən dövr ərzində kifayət qədər ciddi nailiyyətlərə, birgə nailiyyətlərə imza atmışıq. Ticarət dövriyyəmiz, iqtisadi əlaqələrimiz, mədəni humanitar əlaqələr, xüsusən Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fransa ilə mədəni münasibətlər, humanitar münasibətlər xüsusi bir səviyyəyə çatıb. Və ötən dövr ərzində də aşağı-yuxarı Fransa daim Ermənistanın yanında olsa belə, Azərbaycana münasibətdə dövlət başçımızın özünün də dediyi kimi müəyyən layallığını, müəyyən balansı saxlamağa çalışır. Məsələn, xatırlayırıq, elə dövlət başçımızın özü də buna istinad etmişdi. Hollandın vaxtında o Ermənistana gəldi və eyni zamanda da paralel olaraq ATƏT-in o zamanki Minsk qrupunun həmsədri kimi o balansı saxlamaq üçün simvolik də olsa Azərbaycana da gəldi. Və belə bir münasibətləri biz aşağı-yuxarı balansda saxlayıb inkişaf etdirirdik. Xüsusən bir daha deyirik, Azərbaycanda xeyli Fransa şirkətləri və qarşılıqlı olaraq bu münasibətlərin gedişatından siyasi məsələlərdə müəyyən axsamaları olsa da münasibətlərin digər səviyyələrində, o cümlədən elə siyasi səviyyədə də münasibətlərin gedişatından razı idi. Amma Makron hakimiyyətindən sonra münasibətlərimizdə müəyyən gərginləşmə yaşandı. Bu gərginləşmə Azərbaycandan bir mənalı şəkildə qaynaqlanmadı. Məsələn, biz öz ərazi bütövlüyümüzü təmin etməkdə günahlandırıldıq. Biz öz ərazilərimizi işğal etməkdə günahlandırıldıq. Baxmayaraq ki, Azərbaycan beynəlxalq hüququn ümumtanınmış normalarının əksini tapan prinsiplər əsasən addımlar atırdı. BMT-nin nə qədər üzvü varsa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa bizim ərazi bütövlüyümüzü tanıyıb. Fransa bugün o Ermənistanın o zaman mövcud olan o separatçı deməli dəstələrinin Azərbaycan ərazisində mövcud olduğu hissə Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın bir mənalı, mübahisəsiz ayrılmaz hissəsidir və BMT-yə qəbul olunarkən bizim təqdim etdiyimiz xəritələrdə də müvafiq miqyasda da bu əksini tapmışdır. Belə bir məqamda indi Fransanın o zaman təbii ki, bu mövqeyi bizim üçün qəbul edilməz idi. Daha sonra bilirsiniz ki, Fransa-Azərbaycanın məsələsini dəfələrlə BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı və Azərbaycana münasibətdə sanksiyalar, amma bilirsiniz, əbədi düşmənçilik yoxdur və biz münasibətlərin ən gərgin dönəmində belə Azərbaycan qətiyyətini qorudu. Azərbaycan heç bir təzyiq qarşısında geri çəkilmədi. Baxmayaraq ki, bizim qabağımızda nüvə dövləti idi. Baxmayaraq BMT Təhlükəsizlik Şurasının üzvü olan, daimi üzvü olan bir dövlət idi. Azərbaycan geri çəkilmədi. Çünki Azərbaycan prezidenti birincisi kifayət qədər qətiyyətli siyasətçidir. İkincisi, bizim Azərbaycan dövləti və Azərbaycan xalq olaraq əminliklə deyə bilərik, bizim ən böyük nemətimiz məhz Cənab İlham Əliyevin vizyonudur. Bu vizyon, bu qətiyyət nəticəsində və Azərbaycanın beynəlxalq hüquqa söykənməsi, Azərbaycanın ədalətli və vicdanlı mövqe tutması, Azərbaycanın getdikcə nüfuzunun artması bizə imkan verdi ki, həmçinin ötən dövrdə yaranan hüquqi bazis, məsələn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının azı 2 qətnaməsi, BMT Təhlükəsizlik Şurası sədrlərinin 6-ya yaxın bəyanatı, həmçinin digər regional və eyni zamanda qlobal mexanizmlər, beynəlxalq mexanizmlər, bunların hamısı, bunlarda qəbul olunan sənədlər var. İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda Avropa Şurasının müvafiq bəyanatları var. Bunlar bizim üçün hüquqi bazisi idi və cənab prezident ötən dövr ərzində, yəni daha konkretləşdirsə, 2003-cü ildən 2020-ci ilə qədər o hüquqi bazisi tam şəkildə nizama saldı və açıq deyək, Azərbaycan haqq işi üçün prosesləri ilmə-ilmə toxudu cənab prezident və nəticə itibarilə də istər Fransa olmasın, hansı dövlət olur olsun, bizimlə hansı dildə danışdısa, o dildə də cavabını aldı. Amma ən gərgin dönəmdə belə, Navidə xanım, biz bir mənalı şəkildə əlaqələrin müsbətə doğru irəliləməsinin tərəfdarı olduq və nəticə itibarilə də biz bu səylərimizdən dönmədik və Kopenhagendə də liderlərin görüşündə məsələlər nisbi indiki məqamda o gərginliyi aradan götürülməsi və yeni inkişaf
mərhələsinə qədəm qoyması üçün bir şans yarandı. Bəriz müəllim, ATƏT-in Minsk qrupu ilə bağlı mən soruşmaq istəyirəm. Bu Vaşinqton görüşündən sonra, üç tərəfli görüşdən sonra bu qərar verildi və elə Fransa bunu o zaman müsbət qarşıladı, Minsk qrupunun ləğv olunması məsələsini və sizcə həmin zamanlarda biz artıq deyə bilərdikmi, yavaş-yavaş Fransanın regiona münasibəti dəyişir. Çünki ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq illərlə münaqişənin elə uzadılmasında da birbaşa Fransanın rolu olub. Amma Vaşinqton görüşündən sonra biz bunu bir müsbət tendensiya kimi qəbul edə bilərikmi? Biz həqiqətən də çox şadıq ki, Fransa ilə münasibətlərimiz və Fransa ilə aramızda olan anlaşılmazlıqlar liderlərin görüşündən sonra, təmaslardan sonra tədricən aradan qalxır. Bir daha deyirik, heç kimlə əbədi düşmənçilik və yaxud da gərgin münasibətlərin qalmasında maraqlı deyil. Təəssüflər olsun ki, ötən dövr ərzində bizdən qaynaqlanmayan səbəblər üzrə belə bir təcrübə yaşandı. Amma bir daha deyirik, biz bütün dünya xalqları ilə sülh şəraitində, əməkdaşlıq şəraitində yaşamaq istəyirik və arzulayırıq ki, bu əməkdaşlıqdan Azərbaycan xalqı da, Fransa xalqı da bütövlükdə faydalansın və Azərbaycan-Fransa münasibətləri Azərbaycanın hansısa digər dövlətlə münasibətlərindən bir mənalı şəkildə yaxud Fransanın hansısa dövlətlə münasibətlərindən asılı olmamalıdır. Dövlət başçımızın tutduğu o çox vektorlu xarici siyasət kursunun əsas istiqamətlərindən biri budur. Ötən dövr ərzində təəssüflər olsun ki, elə Fransa özü, eyni zamanda bəzi digər dövlətlər, Amerika Birləşmiş Ştatlarının demokratlar administrasiyası, bunlar münaqişələrə, xüsusən Cənubi Qafqaz kimi mürəkkəb bölgədə münaqişələrə öz maraqlarının təmin üsulu kimi baxırdılar və onlar maraqlarının təmin üsulu kimi rışaqlardan biri kimi baxırdılar. Məsələn, münaqişə varsa Azərbaycana təsir rışağı var, Ermənistana təsir rışağı var, separatizm varsa Azərbaycana təsir rışağı var. Eyni zamanda ərazilərimiz işğaldadırsa bu da təsir rışağıdır. O cümlədən ölkədə o xəyanətə meyilli hansısa qüvvələr varsa, bu da bilirsiniz ki, təsir rışağıdır və ötən dövr ərzində Avropa İttifaqı çərçivəsində Avrostrukturlar, o cümlədən Fransa, o cümlədən Sorosçular bu məsələlərdən istifadə etməyə çalışırdılar. Bu rışaqlardan biri də Vətən müharibəsindən sonra xüsusən ATƏT-in Minsk qrupu idi. Yəni Azərbaycan məsələsini həll edib, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Antiterror tədbirlərindən sonra ümumiyyətlə Azərbaycanın tam şəkildə suverenliyi bərqərar olunub, ərazi yurisdiksiyasında bütün məsələlər üzrə dövlətin hökmü keçir. Belə olan təqdirdə ATƏT-in Minsk qrupunun mövcudluğunu qorumaqla onlar çalışırdılar, desinlər ki, münaqişə bitməyib. Və bitməyən münaqişəyə görə də ATƏT-in Minsk qrupu mandatına uyğun olaraq fəaliyyətdə olmalıdır. Yəni Minsk qrupunun faktiki mövcudluğu sənəd üzərində. Bu o deməkdir ki, o Minsk qrupunun mövcudluğunu tanıyanlar Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsini də tanımır. Amma Azərbaycan prezidentinin bir mənalı qətiyyəti ilə və bilirsiniz, bunu heç kim bizə hədiyyə etmədi və bu proseslərin təbii axarında da olmadı. Bu bir mənalı şəkildə cənab prezidentin qətiyyəti ilə ATƏT-in Minsk qrupunun biz ləğvinə nail olduq və bir daha deyirəm, bu bizim üçün heç kimin ətası, hədiyyəsi deyildi. Azərbaycan elə bir geosiyasi reallıq yaradıb ki, xüsusən də dəyişən yeni reallıqlar, dərinləşən qütblər arası ziddiyyətlər, beləcə genişlənən kifayət qədər ayrıcı xətlər fonunda baxdılar ki, Cənubi Qafqazda maraqlarını təmin etmək, xüsusən iri güclər, Azərbaycanla münaqişə, gərginlik şəraitində yox, əməkdaşlıq şəraitində daha faydalıdır. Xüsusən praqmatik şəxs olan cənab Trump baxdı ki, Amerikanın iqtisadi maraqlarının təmini Sorosun yolu ilə, demokratlar iqtidarın yolu ilə mümkün deyil və ona görə Amerika mövqeyini bir mənalı şəkildə beynəlxalq hüquqa uyğunlaşdırdı. Və nəticə etibarilə bu geosiyasi reallıqda kim qıraqda qalırdı? Fransa. Fransa burada kəşfiyyat şəbəkəsi qurmaq istəyirdi. Azərbaycan xüsusi xidmət orqanları, bir daha deyirik, buradan onlara da oradan da eşq olsun. Tamamilə Azərbaycan xüsusi xidmət orqanları, Azərbaycan polisi, Azərbaycanın güc strukturları, eyni zamanda təbii ki, cənab prezidentin direktivlərini rəhbər tutaraq bu təhlükəsizliyimizi tam şəkildə təmin etdilər. Digər iqtisadi rışaqlar, digər beynəlxalq müstəvidə ayrı-ayrı hücum cəhdləri, bunların hamısı cənab İlham Əliyev tərəfindən bir mənalı şəkildə neytrallaşdırdı və eyni zamanda biz təhdidləri zamanında proqnozlaşdırıb qabağını ala bildik. Belə olan təqdirdə Fransa təbii ki, maraqlarını təmin etmək istəyir bu bölgədə. Azərbaycan isə qapılarını həmişə bərabər hüquqla əməkdaşlıq
əməkdaşlığa, eyni zamanda sağlam maraqların təmininə, qarşılıqlı maraqların ifadə olunduğu əməkdaşlığa hər zaman hazırdır və nəticə itibarilə biz hesab edirik ki, artıq Fransa, Makron hökuməti, indi biraz öncə qeyd olundu, çoxsaylı məğlubiyyətlər fonunda, bilirsiniz ki, Afrikada nə qədər əraziləri itirdi, faktiki olaraq, eyni zamanda xüsusən Fransa neokolonizmlə mübarizədə yeni bir artıq format vüsət alıb. Bütün bunların fonunda Fransa artıq baxdı ki, o ötən əsrdəki kimi danışacaq gücdə deyil və həmin danışıq gücündə olsa belə, o artıq əvvəl kimi effekt vermir və nəticə itibarilə Cənab İlham Əliyevin Qafqazda yaratdığı reallıq, regionda yaratdığı reallıq Fransa tərəfindən qəbul olunmağa, onların bu reallığı qəbul etməyə məcbur olduğunu artıq biz şahidlik etdik. Bir daha deyirəm, biz burada kimisə nə aşağılamırıq, nə kimisə hansısa formada çətin duruma düşməsi ilə bağlı uzun-uzun danışmaq niyyətində deyilik, amma nəticə var və reallıq var və indiki halda biz daha çox yaxşı səviyyəyə keçən, müsbət istiqamətdə, müsbət direktivlərlə zənginləşən Fransa-Azərbaycan münasibətlərinə daha çox köklənməyi arzu edirik. Bəhruz müəllim, belə bir sual yaranır. Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ sizcə bölgədə Avropa İttifaqının dırnaqarası mülki missiyasının da taleyinə necə təsir göstərəcək? Əslində, Azərbaycanın son həmlələri, xüsusən Vaşinqton görüşündə anlaşma, Cənab İlham Əliyevin bir ifadəsi var, Xankəndində o bayram tonqalı zamanı qeyd etmişdi separatçıların tabutuna vurulan son mismar. Əslində, Vaşinqton razılaşması həmin o mülki missiyanın tabutuna vurulan son mismar oldu. Yəni, mülki missiya bugün nə ilə məşğuldur? Əslində, Ermənistanın özündə artıq ona ciddi yanaşılmır. Dırnaq arası əgər buna mülki missiya demək mümkündürsə. Mən hesab edirəm ki, orada həmin o dırnaq arası mülki missiyanın mövcudluğundan bugün Azərbaycan yox, artıq digər dövlətlər, məsələn, İran narahat olsun, Rusiya narahat olsun. İndiki məqamda Azərbaycan öz məsələsini kifayət qədər real formada, ciddi formada həll edib. Eyni zamanda Ermənistanın da Azərbaycana münasibətdə daha adekvat və praqmatik davranması tələb olunur ki, yenidən təkrar o binokl şoularına və s. əl atmasınlar və bu Ermənistan üçün ümumiyyətlə faydalı deyil. Azərbaycan üçün bunun hər hansı bir xüsusi bir ziyanı yoxdur, amma Ermənistan üçün bir mənalı şəkildə ziyanlıdır və sülh prosesi üçün ciddi zərbələrdən birinə çevrilə bilər. O baxımdan indi Azərbaycan-Fransa münasibətlərinin normallaşması istiqamətində hərəkətlilik fonunda qeyd olunan dırnaqarası mülki missiyanın taleyi, hesab edirəm ki, artıq mülki missiyanın taleyi ilə 8 avqust prosesinin davamı şəklində getdikcə sona doğru yaxınlaşır. Artıq bölgədə Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar var. Paraflanmış sülh müqaviləsi var. Sülh müqaviləsinin imzalanması üçün konkret, aydın yol xəritəsinə malikik biz. Yəni, yol xəritəsi qeyd edir ki, Ermənistan Azərbaycandan qanunvericilik səviyyəsində ərazi iddialarını geri götürməlidir, konstitusiyasını dəyişməlidir bu mənada. Bütün bunlar olandan sonra sülh müqaviləsi imzalanacaq. Sərhədlərin delimitasiya, demarkasiyası istiqamətində ciddi işlər görülür. Belə bir təqdirdə o mülki missiya kimi-kimdən qoruyur. Bugünə qədər onların vasitəçiliyi, həmin o mülki missiyanın üzvlüyünə daxil olan dövlətlərdən elə Fransanın özünün də vasitəçiliyi ilə biz heç nəyə nail olmamışıq. Artıq birbaşa təmaslarla bu bölgədə de facto sülh hökm sürür. Belə təqdirdə yaxşı olar ki, mülki missiya maraqlarını başqa yerdə axtarsın. Bəhruz müəllim, ümumiyyətlə Fransa niyə görə Cənubi Qafqaz regionunda qarşılıq yaratmağı da maraqlı idi və nəzərə alsaq ki, artıq 2020-ci ildə Azərbaycan ümumiyyətlə dünyada bir yeni reallıqlar yaratdı. Azərbaycan öz gücünə, öz torpaqlarını işğaldan azad elədi və bunu artıq təbii ki, Fransada görürdü, bilirdi. Amma bu illərdən sonra niyə görə gərginliyin yaradılmasında maraqlı idi? Bilirsiniz, Fransa bir hesablama aparmışdı, bir proqnozlaşdırma aparmışdı və xüsusən o zaman Ermənistanın müdafiə xətləri, dırnaqarası o zamanki separatçıların müdafiə ordusu, dırnaqarası müdafiə ordusu, Ahanyan səddi və s. və ilaxır. Bunlar öz yerində həmçinin Azərbaycanın 1-ci Qarabağ müharibəsindəki faktiki o zaman torpaq itirməsi, məğlubiyyətə məruz qalması fonunda Fransa ümid edirdi ki, bu regionda reallıq dəyişə bilməz və bölgədə Azərbaycan üzərində, Ermənistan üzərində rıçaqlar dəyişməyəcəyi təqdirdə Fransa daha faydalı çıxa bilər. Və amma görünür hesablamalarında yanıldı. Eyni zamanda Cənab İlham Əliyev şəxsiyyətini qiymətləndirməkdə, düzgün qiymətləndirməməkdə yanıldı. Dövlət başçısı sözün əsl mənasında Azərbaycan qarşısında duran istənilən qüvvəni ötən dövr ərzində təcrübə onu göstərir ki, nakavt edib. Və indi siz yeni reallıq deyirsiniz. Doğrudan gəlin
çox qısa bir ekskursiya edək. Baxın, cəmi bir il əvvələ qədər Azərbaycan-Amerika münasibətləri, Azərbaycan işğalda günahlandırılırdı. Cəmi bir neçə aya qədər hətta deyək, Avropa İttifaqı Azərbaycanla münasibətdə hədiyan bəyanatlar səsləndirirdi. Avropa İttifaqının və yaxud Avrostrukturlar. İran və Azərbaycan arasında kifayət qədər gərgin münasibətləri var idi. İran Zəngəzur xətti adı şəkillərində qırmızı cizgilərdən danışırdı. Rusiya ilə dekabr ayından bəri kifayət qədər gərgin bir ritorika yaşamışıq. Doğru. Amma indi reallığa baxın. Azərbaycan və Rusiya arasında münasibətlər normallaşdı. Cənab İlham Əliyevin qətiyyəti ilə biz hansı tələbləri qoymuşduqsa, həmin tələblərin realizasiya istiqamətində rəsmən Rusiya ali səviyyədə buna razılıq verdi. Bu Rusiyanın biz demirik məğlubiyyətidir, qətiyyən. Bu Rusiyanın beynəlxalq hüquqla hesablaşması demək idi və Azərbaycanın qətiyyəti ilə. Və təbii ki, biz arzuluyuruq ki, münasibətlər kifayət qədər normallaşsın. Eyni zamanda İran prezidenti, İran Xarici İşlər Naziri artıq Zəngəzur dəhlizinə təhdid kimi baxmır. Bu Azərbaycan-İran münasibətlərində tam yeni mərhələdir. Eyni zamanda Amerika-Azərbaycan münasibətləri, cənab Trump artıq dəfələrlə cənab İlham Əliyevi göstərir, deyir, o böyük liderdir. Bu Azərbaycana yanaşmadır. Yəni, yeni reallıqlar budur.